Salam, hər vaxtınız xeyir olsun. Bugünkü izahımda sizlər üçün indiyə qədər qəbula düşmüş məsələ həllərinin izahına baxacağıq. Burada 2023-dən bu yana bütün qəbula düşmüş məsələ həlləri var və bugün çalışacağım ki, bu məsələ həllərinin izahını sizin üçün verəcəm. Gəlin vaxt itirmədən başlayaq birinci sualımızdan. Birinci sualımızda deyir ki, informasiya tutumu 1,94 megabayt olan. Yəni ümumi bir diskdir. Bu diskin boş bir diskdir və diskin ümumi həcmini bizə verib 1,94 megabayta bərabərdir. Deyir ki, bu diskdən 0,5 megabaytlıq mətin faylı və həmçinin 512 kilobaytlıq şəkil faylı və 0,44 megabaytlıq səs faylı yazıldı. Yəni biz əgər bir boş diskə bu qədər bir həcmli olan faylları yazmışıqsa, deməli o qədər yeri doldurmuş hesab olunur. Gəlin baxın, deyir ki, bizə 0,5 megabaytlıq mətin faylı və bir də 0,44 megabaytlıq səs faylı yazılıbsa, bunları mən bir toplaya bilərəm. Yəni 0,44 üstə gələk 0,5 bu eləyəcək 0,94 megabayt. Və 1,94-dən də 0,94 megabaytına çıxdıqda qalır 1 megabayt. Deməli, mənim 1 megabaytım qaldı. Baxın. Sonra isə burada 512 kilobaytlıq bir şəkil yazılıbsa, 1 megabaytımı da kilobayta çevirəndə bu eləyəcək 1024 kilobayt. Və bunun da 1024-ün də 512-sinə şəkil faylı yazılıbsa, qaldı 512 kilobayt. Və bizdən də boş sahəni istəyir. Boş sahəmiz 512 kilobayta bərabər olur. Yəni, birinci sualda düzgün cavab C variantı. İkinci sualımıza baxaq. İkinci sualda deyir ki, məlumat ASCII sistemi ilə kodlaşdırılmışdır. Deməli, ASCII sistemində bilirik ki, bir simvol. Ümumi simvol sayımızı istəyir bizdən. Deyir, məlumat neçə simvoldan ibarətdir. Gəlin, ümumi simvol sayımızı bir x kimi götürək. Birinci ASCII-yə görə yanaşsaq, bilirik ki, ASCII-də bir simvol 8 bitə bərabərdirsə, o zaman ümumi həcmimiz nəyə bərabər olacaq? X vuraq 8. İkinci, Unicode-a görə qeyrisə, Unicode-da bir simvol 16 bitdirsə, deməli, ümumi həcmimiz nəyə bərabər olacaq? 16 vur x-ə bərabər olacaq. Qarşı-qarşıya çıxsaq, yəni 16x çıxaq 8x bərabərdir. Bu proses baş verdikdən sonra deyir, məlumat yaddaşda deyir ki, həcmi, daha doğrusu 16 kilobayt artmışdır. Yəni 16x çıxıq 8x bərabər olub 16 kilobayta. Bunları bir-birinə vurursa, təbii ki, bitdədir. Ölçü vahidi olaraq bitdədir. Çünki 8 bitə və 16 bitə vurulur. Deməli, biz kilobaytı da bitə çevirməliyik. 16-mız 2 üstü 4-dür. Kilobaytı da bitə çevirmək 2 üstü 13-ə vurmalıyıq. 2 üstü 13-ə vururuq. Deməli, buradan 16x çıxıq 8x bərabər olacaq 8x. 8x-də 2 üstü 3 kimi yazıram. Vuraq. X bərabərdir 2 üstü 17-yə. X də bərabərdir. Bölünəndə qüvvətlər çıxılır, edir 2 üstü 14. Biz də simvolumuzu, yəni burada simvol sayımızı biz x-lə işarələmişdik və x-imizi tapdıq 2 üstü 14. Bizdən həqiqətən də simvol sayını istəyir deyə cavabımız elə olur B variantı. Üçüncü sual. Üçüncü sualda deyilir ki, ötürülmə sürəti 232 bit bölünsün saniyə. Deməli, ötürülmə sürətimiz, yəni V 2 üstü 32 bit böl saniyədir. Həcmi isə 16 gigabaytdır. Yəni, V isə və ya H isə nəyə bərabərdir? 16 gigabayt deyirsə, bitə çevirmək üçün 16 2 üstü 4. 1 gigabaytımız da 2 üstü 33 bitə bərabərdir. Yəni, vuracam 2 üstü 33-ə. Bu da edəcək 2 üstü 37. Bizdən nə istəyir? Faylın ötürülməsinə sərf olunan zamanı istəyir, yəni T-ni. Düsturumuz necədir? H bərabərdir, yəni həcm bərabərdir, V vurulsun T-yədir. İndi baxaq, biz buradan T-ni tapsaq, yəni zamanımızı tapsaq, T bərabərdir, H həcm bölünsün V. İndi həcmimiz məlumdur, 2 üstü 37 və sürətimiz də məlumdur, 2 üstü 32. Eləcək 2 üstü 5, yəni 32 saniyə. Düzgün cavabımız olacaq A variantı. Sonra dördüncü sual. Dördüncü sualda deyilir ki, konferans zalında qonaqların əyləşməsi üçün 180 stul mövcuddur. Stulların hər birini kodlaşdırmaq üçün ən az neçə bit lazımdır? Baxın, bu tipli suallarda verilən ədədi 2-nin qüvvətlərinə salırıq. 2-nin qüvvət, əgər bizə belə deyək də vəziyyət verilməyibsə, tutaq ki, deyilsədir ki,
3 vəziyyətdə kodlaşdırmaq, 4 vəziyyətdə bu zaman veriləni biz 3-ün 4-ün qüvvətləri arasına salardıq. Amma bizə verilməyibsə, deməli bu ikilik vəziyyətdən söhbət gedirsə, deməli o zaman biz 180-i 2-nin qüvvətləri arasına saldıqda 180 2-nin hansı qüvvəti arasına yerləşir? 2 üstü 7 ilə 2 üstü 8, yəni 128 ilə 256 arasında. Mən baxıram ki, artıq 7 bitim maksimum mənim 128 üçün kifayət edir. 180 isə 128-i aşıb, yəni 256-ya daha yaxındır. Onun üçün də cavab 8 bit olacaq. Aha, yəni A variantı. Sonra gəldik 5-ci sualımızda. 5-ci sualda nədir? 5-ci sualda iki məsələ tipini bir-birinə birləşdirib, yəni həm burada qrafik informasiyanın həcmi var və həmçinin də deməli, ötürmə məsələsi var. Deməli, biz ümumi bu hissiyə görə, yəni true color veribsə, deməli, artıq bizə rəng dərinliyini verib. Yəni, enimizi verib. En bərabərdir 24 bitdir. Sonra 800 vur 600, bu isə bizim nəyimizdir? A vur B, yəni piksel sayımız. Biz həcmi tapa bilərikmi? Qrafik informasiyanın həcm düsturu V həcm, yəni V qrafik daha doğrusu bərabərdir nəyə? A vuraq, B vuraq, N. A'mız, B'miz 800 vuraq 600. N'imizdəki 24 bit. Biz həcmi tapdıq. Yəni V'miz bərabər oldu. Nəyə? 800 vurulsun 600 vuraq 24'dür. İndi düsturu artıq bilirik də. Yəni ümumi biz zamanı istəyirsə bizdən, zamanı tapmaq üçün nə etməliyik biz? Yəni T'ni tapanda T bərabər olurdu həcmi. Bölürdük nəyə? Həcmimizi bölürük sürətə, ötürülmə sürətinə, yəni V-yə. V-miz də məlum verilib 32.000. 32.000-ə. Biz bunları böldükdə cavab edəcək 60, üzr istəyirəm, 360. 360 saniyə. Aha, 360, bəli, 360 saniyə. Amma baxıram ki, mənim 360 cavabım yoxdur. Deməli, cavabı dəqiqə ilə verir. Bir dəqiqəmiz 60 saniyədirsə, 360 bölünsün 60, bu da eləyəcək 6 dəqiqə. Yəni, düzgün cavab D variantı. 6-cı sual. 6-cı sualda deyilir ki, Ləman tam dolu diskdən 8 ədəd 3 MB-lıq səs faylı. 8 ədəd 3 MB deyirsə, 8 vurulsun 3. Yəni, 24 MB. Və sonra 5 ədəd 4 MB-lıq deyirsə, 5 vurulsun 4, 20 MB. Megabaytları bir toplasaq, bu edəcək ümumi 44 MB. Və sonra 12 ədəd 2048 MB-lıq deyirsə, bunu kilobayta çevirməyimiz daha rahat olar. 12 vuraq 2048 211-dir. Kilobayta çevirsək 210-a böləcək. Bu da edəcək 24 kilobayt. Bunu da gəlsək bunun üzərinə edəcək 24 kilobaytı gəlsək, edəcək 44 megabayt 24 kilobayt. Mətn faylı silindi. Yəni belə deyək də, tam dolmuş bir diskdir. Tam dolmuş diskdən biz bu qədər 44 megabayt və 24 kilobaytlıq bir məlumatı silmişiz. Deməli, bu qədər yer ayırmışıq, yer boşaltmışıq. Və sonradan gəlirik bura, bu qədər yer boşaldandan sonra sildik və gəlirik bura deyir ki, sonra isə bu diskə 2 ədəd 3 megabaytlıq səs faylı yazılıb. Yazılıbsa, deməli artıq elə boşaltdığımız yerdən 44 megabayt boşaltmışdıq, amma gəldik yenədən 6 megabaytlıq, yəni 2 vur 3 6, 6 megabaytlıq nəsə yazdıq. O zaman mən 44 megabayt 24 kilobaytdan çıxaram 6 megabaytımı. Bu da edəcək nə? 38 megabayt 24 kilobayt. Hətta bura 2 eyni ölçülü video faylda yazılıb. Bu video faylda yazılandan sonra yəni indi hal-hazırda bu qədərdir boş sahəmiz. Amma video faylda yazılandan sonra bu qədər boş faylımız qalıb. Ona görə də mən 38 megabaytdan 24 kilobaytdan çıxmalıyam 16 megabayt 24 kilobaytın çıxım ki, görün mənim videom nə qədər imiş ki, yəni bunu yazdıqdan sonra 16 megabayt 24 kilobaytlıq yerim qalıb. Deməli, bu da edəcək 22 kilobaytlar gedir. Bu da edir 22 megabayt. Amma mənə lazımdır ki, bu 22 megabayt, 2 video faylım 22 megabayt eləyib. Mənə bir video faylın istədiyinə görə, deməli, o da edəcək 11 kilobayt. Düzgün cavabımız E variantı. Sonra 7-ci sual. AES sistemi ilə kodlaşdırılmış sözlər və onların informasiya həcmi arasında uyğunluğu müəyyən edir. Baxaq, kompüter sözü deməli neçə hərflidir? 1, 2, 3, 4, 5, 6, 7, 8.
8 hərfi və ISK-yə görədir. ISK-də bir simvol 1 baytdırsa, deməli bu 8 bayt eləyəcək. 8 bayt, 8 bayt, yəni 8 bayt var. 1C. Gəlin görək bitlə də cavab veriblərmi? 8 baytdırsa, bitə də çevirəndə 64 bit eləyəcək. Baxıram 64 bit yoxdur. Ümumiyyətlə uyğunlaşdırmalara baxıram ki, hərəsinə bir dənəsi uyğundur. Keçirəm 2-yə. 2-də deyir ki, printer. Printer sözü 2, 4, 6, 7 hərfdir. Yəni bu eləyəcək 7 bayt. Baxıram 7 bayt cavabımız yoxdur. Deməli bitlə verilib. 1 bayt, yəni belə deyək də, 1 baytımız 8 bitsə, 7 baytımız da 56 bit eləyəcək. O zaman 2-yə doldu. B. 3-ə. Üçüncüdə information sözü 11 hərfdir. Bu eləyir 11 bayt. Amma 11 baytımız yoxdur. Yəni 11 bayt cavabı verilməyib. Deməli 88 bitdir. O zaman C, B, D variantları çıxdaş eləməklə baxsaq. Aha. O zaman olacaq D variantı. Düzgün cavab D variantı. Belə. Sonra keçək 8-ci sualımıza. 8-ci sualda nə deyilir? Deyir ki, 128 səhifəlik sənədin cüt səhifələrində ümumiyyətlə gəlin sizə bir şey də qeyd eləyək ki, səhifə sayımızı baxın verib 128. Əgər səhifə sayımız cütdürsə, yəni cüt ədəddirsə, baxıram 128 cüt ədəddir. O zaman səhifə, yəni bizim 128 səhifə sayımızı verib 128 və 128-in özü cütdür. Cütdürsə, o zaman tək səhifələrin sayı ilə cüt səhifələrin sayı bir-birinə bərabər olur. Yəni tam yarıya bölünür. 64 səhifə cütdürsə, 64 səhifədə tək olacaq. Amma əgər səhifə sayımız tək olsaydı, o zaman tək səhifələrin sayı cüt səhifələrin sayından bir vahid çox olmuş olur. İndi baxaq, cüt səhifələrində ölçüsü, baxın cüt səhifəsi budur. Birinci bunu hesablayıram. Cüt səhifələrində qrafik informasiyadır. Bax, qrafik informasiya. Deməli, cüt səhifəsi 2/6-dır. Bunun hər səhifəsində bu qrafik informasiyamız var. Yəni 2/9 vuraq 2/8 və 256 rəng palitrası deyirsə, deməli mənə rəng çalarını verib. Mən isə rəng dərinliyini istifadə etməliyəm. 256-da rəng dərinliyimiz 2/3-ə bərabərdir. Yəni 8-ə. Vuraram 2/3-ə. Baxıram ki, böyükdür deyə megabayta çevirərəm. 2/23-ə. 15 23, 26, bu deyəcək 2/26-nı bölsəm 2/23-ə edəcək 2/3, yəni 8 megabayt. Keçirəm ikinci tək səhifələri. Yəni qalan səhifəsi deyirsə 64-ü gedibsə 64-ü qalıb deməli. 2/6, qalan səhifələrində 8192 simvol, 8192 2/13-dür. Və Unicode-da dediyinə görə vururam 2-yə. Artıq bunu megabayta çevirmək üçün 2/23-ə yox, 2/20-yə bölürəm. Niyə? Çünki 1 megabaytım 2/20, bir daha doğrusu baytdadır, 1 megabaytım 220 bayta bərabərdir. Bu da edəcək, deməli elə 1 megabayt. 1 megabayt ümumi bizdən nəyi soruşur? Bu sənədin, ümumi sənədin soruşur. Sənədin həcmini soruşduğuna görə 8 megabayt üstə gələ 1 megabayt bərabərdir 9 megabayta. Sonra 9-cu sual. 9-cu sualda deyilir ki, 120 mətn failin hər birinin həcmi 218 kilobaytdır. Diskdə olan 7 megabaytlıq boş yerə bu faillərdən ən çox neçəsini yazmaq olar və klasterin həcmi 4 kilobaytdır. Gəlin ilk öncə bir baxaq görək. Bizim bu 218 kilobaytlıq bir belə deyək də failimiz üçün, bir dənə failimiz üçün bizim 4 kilobaytlıq klasterdə neçə klaster lazım olur? O zaman nə edirəm mən? 218-i bölərəm 4-ə. Bu da təqribi düşür 54 tam neçəsə. Deməli eləyir 55 klaster. Aha, tamam. 55 klaster bəs yaddaşda nə qədər yer tutacaq? Hər klasterdə 4 kilobaytdırsa 55-i vuraram 4-ə. Bu da eləyəcək 220 kilobayt. Gələk görək ki, yəni mənim bir dənə failim 220 kilobaytdırsa, baxaq görə bu 7 megabaytlıq boş yerə neçə dənə mən 220 kilobaytlıq faili yerləşdirə biləcəm? Aha, 7-ni vuraram 1024-ə kilobayta çevirərəm, bölərəm 220-yə. Bu da düşəcək 32 tam neçəsə. Artıq bunu yuvarlaqlaşdırıb 33 götürmürəm. Çünki mən 32-ni yerləşdirə bilirəm. 33-cünü yerləşdirə bilmirəm. Cavabımız olur A variantı. Sonra gəldik deməli 10-cu suala. 220 müxtəlif rəngi kodlaşdırmaq tələb olunur.
Bu kodlaşdırma zamanı rənglərin nə qədər olar? Yenə də 2-nin qüvvətləri 220 daha doğrusu 2-nin qüvvətlərində harda yerləşir? 2/7 ilə 2/8 aralığında. Baxıram ki, 220 yenə də 207-ni, yəni 128 aşıb 256-ya daha yaxındır 8 bit. Cavablarda 8 bit yoxdur. Deməli 8 bitimiz də bərabərdir 1 bayta. Yəni cavabımız C variantı. 11-ci sual. 11-ci sualda 81 səhifəlik mətn faylının ümumi 81 səhifədir. Baxıram, 81 səhifəlik bir mətn faylının son səhifəsində. Son səhifə deyirsə, yəni bunun bir səhifəsi düşünün də, bir dənə, bir səhifəsi. Son səhifəsində tutumu 704 kilobayt olan şəkil var. Yəni son səhifəsi deyirsə, bir səhifəsində, qalan 80 səhifəsi digər hissəyə ayrılır. Bir dənə burada, yəni son səhifəsində bir dənə qrafik fayl var, yəni şəkil var. Bir vurulsun 704 kilobayt. Bu da eləyəcək elə 704 kilobayt. Tamam, bu qaldı kənarda. İndi digər səhifələr, digər səhifəsi deyirsə, yəni 80 səhifəsindən söhbət gedir. 80 vurulsun 2/5, vurulsun 2/6. Unicode dediyinə görə vururuq 2-yə və bölürəm 2/10-a. Aha, baxaq. Deməli, bu neçə eləyəcək? 80 vuraq 2/11, 2/12. Bölünsün 2/10-a. Getdi, qaldı burada 4. Üzr istəyirəm, 2/2 yəni. 2/2, bu da 4. 80-i də 4-ə vurduq, bu da elədi 320 kilobayt. Bizdən nə istəyir? Bu faylın, deyir ki, istəndə kodlaşdırılmış bu faylın informasiya həcmini. Bizdən ümumi həcmi istəyir də. Aha. Ümumi həcmi istəyirsə, deməli, nə etməliyəm mən? 704-ün qrafiki həcmi, bir də mətnin həcmi, yəni qalan səhifələr mətn var, 320, bu da eləyəcək 4, 2, 1024 kilobayt. Baxıram, 1024 kilobaytım yoxdur. 1024 kilobayt da 1 megabayta bərabərdir. Yəni, 11-ci sualda cavabımız olur C variantı. Aha, keçək 12-ci suala. 12-ci sualda nə deyilir bizə? Deyir ki, 12-ci sualda A vurulsun 256 deməli, qrafik təsvirin həcmi A bölünsün 16 kilobayt olarsa, təsvirin rəng çalarlarının maksimal sayını. İlk öncə qeyd eləyək ki, rəng çaları deyirsə, aldığımız ədədi 2-nin qüvvətinə qoyacaq. Yəni 2/n tapacaq. Baxın, A vurulsun 256 da düşünün ki, bu bizim piksel ölçümüzdür. A vurulsun 1. Yəni yazıram A vuraq 256, yəni 2/8 vuraq n, yəni rəng dərinliyimizi, rəng tarafını tapmaq üçün mütləq rəng dərinliyini tapmalıyıq. Bərabərdir A bölünsün 2/4 vurulsun 2/13. Çünki bitə çevirməliyik. A'larımızı aparsaq, A'lar getsə qalacaq burada 2/8 vurulsun n bərabərdir. Bu da neçə eləyir? 2/13'ü 2/4'ə böldükdə eləyəcək deməli 2/9. N də bərabərdir 2 bitə. Tamam. Amma bizdən nə istəyir? Bizdən rəng çalarımızı istəyir. Yəni 2/2'ni istəyir. O da eləyir 4. Baxın, yəni çaşdırıcıdır. Əslində asandır, amma çaşdırıcıdır. Çünki uşaqların çoxu bəzən rəng çaları ilə rəng dərinliyini qatışdırır və baxır, o dəqiqə A variantını götürür. Amma A variantı bizə verilən rəng dərinliyidir. Məsələnin şərtində isə bizə istəyir rəng çalarını. Tamam. 13-cü sual. Həcmi 24 megabayt olan informasiyanı bit ilə ifadə edin. Çox asan bir sual olub 2024-cü il üçün. Deməli, həcmi 24 megabaytdırsa, 24 megabaytımızı bitlə deyirsə, 1 megabaytımız 2/23 bitə bərabərdirsə, o zamanı mən 24 vurulsun 2/23 2/23 bitdi. Tamam, bunu parçalasaq, görək necə yazarıq? Parçalayıb yazsaq, deməli mən 24'ü belə yaza bilərəmmi? 8 vuraq, və ya 3 vuraq 8, yəni 3 vuraq 2/3. Vuraq bir də 2/23. Bu da eləyəcək 3 vurulsun 2/26 bit. Yəni B variantı. Aha, tamam. Gəldik indi deməli 14-cü sualımıza. 14-cü sualda deyir ki, 129 səhifəli sənədin cüt nömrəli səhifələrinin. Aha.
Baxın, artıq mənə səhifə sayım 129-dur. Səhifə sayım 129, yəni səhifə sayımı tək verib. Tək veribsə, o zaman mənim 64 dənə cütüm varsa, cüt səhifəm varsa, 65 dənə tək səhifəm var. Tamam. Deyir ki, cüt nömrəli səhifələr. Bax, birinci cütümüzü hesablayaq. Deyir, cüt nömrəli səhifələrin hər birində 128 simvol, yəni 206-mızı yazırıq. Bu ümumi cüt nömrəli səhifələrdir. Bunun hər birində 128, yəni 2 üstü 7. 2 üstü 7. Vuraq. 64 simvollu əlifba. Simvol sözünün yanında əlifba varsa, deməli biz 64-ün özünü yox, onun qüvvətini istifadə edəcəyik. Yəni daşıdığı yük miqdarını. 64 simvolu deyirsə 64 206, yəni 6 biti. Vuraq 6. Aha. İndi biz bunu kilobayta çevirsək, bölərik neçəyə? 2 üstü 13-ə. 2 üstü 13-ə böldükdə bu da 2 üstü 13 edir, gedir. Qalır burada 6 kilobayt. İndi keçirəm ikinci hissəmə. İkinci hissəm 65 səhifə, yəni 65. Vurulsun 2 üstü 8, vurulsun 2 üstü 10. Və bunu da kilobayta çevirsəm, bölərəm 2 üstü 13-ə. Tamam. 2 üstü 13-ə bölsəm, deməli 2 üstü 18 bölünsün 2 üstü 13. Bu da eləyəcək 65 vurulsun. Bunlar gedir, qalır burada 2 üstü 5. Yəni 32. 65-i də 32-yə vursaq, 65 kalkulyator tez vurum, 32. Bu deyir 2080. 2080 kilobayt. Aha. 2080 bu, 6 kilobayt da bu. Ümumi neçə eləyəcək? 2086 kilobayt. Baxaq görək bizdən ümumi sənədin informasiya həcmini istəyirmi? Bəli, sənədin. Diqqətli olmaq lazımdır ki, imtahanda. Ola bilsin ki, sizdən ümumi sənədin informasiya həcmini istəməz. Məsələn, istəyər ki, qrafik deyəcəksə bunu götürəcəyik, mətn deyəcəksə bunu götürəcəyik. Amma ümumi sənəd deyirsə bizə, sənəd deyəndə hər ikisinin cəmini götürəcəyik. Aha, mətn deyəndə 6 kilobayt, qrafik deyəndə 2080 kilobaytı götürməliyik. Amma ümumi sənəd deyirsə 2086. 15-ci sual. Aha, tamam. 15-ci sualımıza baxırıq. 15-ci sualda deyilir ki, Əlinin 6 flash yaddaşı var. Aha, tamam. Birinci flash yaddaş 9000 kilobaytdır. 9000 kilobayt. Əli də artıq nə edirmişsə bu qədər flash kartları. 9000 kilobayt informasiya var. İkinci flash yaddaşımızda, deməli 160 megabaytlıq qrafik fail sildikdən sonra orada 20 megabayt qalıb. Yəni ümumi bu 20 megabaytdır. 20 megabaytdır. Mən bunun hamısını istəyirəm kilobayta çevirim. Yəni 20 vuraq, kilobayta çevirirəmsə 1024-ə vuraram. 20 vuraq 1024. Bu edəcək 20480 kilobayt. Üçüncü flash yaddaşımız deyir ki, üçüncü flash yaddaşda ikincidə olan informasiyanın ilkin həcmi qədər. Baxın, 2-də nə deyir? Deyir ki, flash yaddaşdan 160 megabayt siliblər, 1000 megabayt qaldı. Deməli, əvvəl nə qədərmiş? 180 megabayt. 180 megabayt. Bunu da çevirsəm kilobayta, 180 vurulsun 1024. Yəni, vurmuram artıq. Təbii ki, böyük bir ədəd alınacaq. Dördüncü flash yaddaş. Dördüncü flash yaddaşda isə 16 gigabaytlıq video faylı var. Bunu da çevirsəm megabayta, 1 bölünsün 16, kilobayta daha doğrusu. Kilobayta çevirsəm 1 gigabaytımda eləyir 220 kilobayt, yəni 220-yə vuraram. Bu da edəcək 220 bölünsün 16, yəni 2 üstü 4, eləyir 2 üstü 16 kilobayt. Bu da eləyir 65536 kilobayt. Beşincidə flash yaddaşı 64 megabaytın 4də 1 hissəsi qədər. 64 megabaytın 4də 1 hissəsi eləyir 16 megabayt. Aha, 16 megabayt deyirsə, yəni 2 üstü 4 vurulsun 2 üstü 10, yəni 1024, bu da eləyir 2 üstü 14. 16384 kilobayt. Aha, altıncıda. Altıncı flash yaddaşda isə 7 megabaytlıq qrafik. 7 megabaytlıq qrafik. Və bir də üstə gələk 2000 kilobayt.
Bunu da yine hamısını kilobayta çevirsəm, 7 megabaytımı 7-ni vuraram 1024-də. Bu 7 səhv eləmirəmsə 7168. Aha. 7168 və üstünə də 2000-i gəlsəm, bu deyiləcək 9168 kilobayt. Aha, tamam. İndi bizdən nə istəyir? Bizdən istəyir ki, mətn faylı var, flash yaddaşların nömrələrini onlarda olan informasiyanın həcminə görə azalma sırası ilə. Azalma sırası ilə deyirsə, təbii ki, çoxdan aza doğru gedəcək. Burada ən böyüyü 180 megabaytdır deyə. Deməli, ən böyüyümüz bu olacaq, 3 olacaq. Ondan sonra gələcək. Ondan sonra ən böyüyü 65536-dır. Yəni 4. Sonra gələr 65000, ondan sonra 16000, 20000 olan, yəni 2. Sonra hansı olar? Sonra olar 16000, yəni 5. Sonra 6. Sonra da 1. Çünki 6-da 9168 kilobaytdır. Deməli, 1-də isə 9000 kilobaytdır. Aha, belə. Deməli, 15-ə qədər izahını verdik. Səhv eləmirəmsə 30 sualdır. Digər 15-ini isə növbəti izahımızda inşallah ki verəcəm. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.